Salam dəyərli müdavimlər. Bu gün biz sizlə məktəbə qədərin ən önəmli mövzularından biri olan psixi proseslərin izahına baxacağıq. Psixi proseslər ümumiyyətlə insan davranışının, öyrənmənin, dünyanı qavramağımızın təməlində dayanan proseslərdir. Biz bu gün bu mövzuya toxunacağıq. Psixi proseslər dedikdə bizim informasiyanı necə almağımız, bizim informasiyanı necə almağımızdır, işləməyimiz, ona necə reaksiya verməyimizdir psixi proseslər və psixi proseslər özlüyündə də üç ana qrupa bölünür ki, bunlar idrac, emosional, yəni hissi proseslər, bir də iradi proseslərdir. İlk öncə baxaq, deməli, idrac proseslərinin mən sizə ətraflı izahını verəcəm, amma idrac proseslərindən əvvəl biz sizlə baxaq digər proseslərə. Digər proseslərimiz emosional proseslər, məsələn, hisslərdir burada. Emosiyalar, hisslər deyəndə nə nəzərdə tutulur? Yəni insanın dərk etdiyi hadisələrə və yaxud da öz hərəkətlərinə qarşılaşdığı, yəni öz hərəkətlərinə belə deyək də qarşı bələd olduğu subyektiv münasibətlərdir emosional hisslər, yəni proseslər. Emosiyalar məsələn anlıq reaksiyalardır. Hər hansısa bir vəziyyətə qarşı anlıq verdiyimiz reaksiyalardır. Məsələn biz nəyisə görərik, qorxarıq və yaxud da nədənsə sevinərik, xoşbəxt olarıq və yaxud da əsəbləşərik, bizi hər hansısa bir vəziyyət əsəbləşər. Emosiyalar bizim ani verdiyimiz reaksiyalardır. Amma hisslərə gələndə isə hisslər daha sabitdir, daha uzun müddətlidir. Məsələn deyirik sevgi hissi, nifrət hissi, vətənpərvərlik hissi, belə deyək də düzdürmü, məhəbbət hissi. Bu hisslər isə deməli daha uzun müddətlidir. Və məsələn, belə deyək də, adi biz bir imtahana giririk, imtahanın nəticəsi açıqlananda, yüksək nəticə alanda necə birdən-birə həyəcanlanırıq, ürək döyüntümüz çoxalır. Bunların hamısı nədir? Emosional proseslərdir bizim emosiyalarımızda, düzdürmü? Hisslər də dediyim kimi daha biraz uzun müddətli proseslərdir ki, bu da dediyimiz kimi sevgi, nifrət, paxıllıq, belə deyim, məhəbbət hissləridir ki, bunlar daha uzun müddətli proseslərdir. Digər proseslər isə, psixi proseslərin digəri isə iradi proseslərdir. İradi proseslər artıq bizim qarşımıza məqsəd qoyaraq etdiyimiz bir şeylərdir. Məsələn, qarşımıza bir məqsəd qoyuruq, o məqsədə uyğun olaraq qarşımızdakı maneələri dəf edirik, öz davranışımızı şuurlu şəkildə idarə etmək prosesidir iradi proseslər. Məsələn, qərar qəbul etmə, məqsəd yönümlülük, sonra özünə inam, məsələn, emosiyalarımızı, hərəkətlərimizi nəzarətdə saxlaya bilmək və yaxud da müxtəlif seçimlər verilir bizə. O seçimlər arasından ən yaxşısını, ən doğrusunu seçə biliriksə və yaxud da hər hansısa bir çətinliklərə baxmayaraq hədəfə doğru irəliləyə biliriksə, bunlar hamısı nədir? İradi proseslərdir. Yəni iradi proseslər bu iradə prosesləri də deyirik biz buna. Yəni insanın öz davranışını, diqqətini, fəaliyyətini, ümumiyyətlə qarşıya qoyduğu bir məqsəd üçün şuurlu şəkildə çalışması deməkdir. Öz davranışını şuurlu şəkildə idarə edə bilməsi deməkdir. Bu həm daxili, həm də xarici cəhətdən. Məsələn, belə deyək də, bir müəllim düşünün ki, tapşırıq edir və tapşırığı etmək üçün, məsələn, özünüzü düşünün, dərs oxuyursunuz, dərsi bir qarşınıza məqsəd qoyursunuz ki, məsələn, imtahanda yüksək bal yığacaqsınız və dərs oxuyursunuz. Dərsi oxumaq üçün, imtahanda yüksək bal yığmağınız üçün nə edirsiniz? Məsələn, bütün işlərinizi bir kənara qoyursunuz, o bir işlərinizi bir kənara qoyursunuz və ilk öncə başlayırsınız dərsinizi oxumağa və yaxud bir insan düşünün ki, pəhriz saxlamaq istəyir, pəhriz saxlamaq üçün bütün digər alışqanlıqlarına, yemə alışqanlıqlarına son qoyur öz iradəsi ilə, düzdürmü? Başlayır pəhrizini saxlamağa. Bax, biz bunu iradi proseslər deyirik. Məsələn, deyirik, filan kəsin iradəsi çox güclüdür, məsələn. Bax, bu şəkildə bunlar hamısı nədir? İradi proseslərdir. İndi isə sizlə baxaq, biz ən önəmli öyrənəcəyik idrac proseslərini. İdrac prosesləri nədir? İdrac prosesləri xarici aləmi, daxili mühit haqqında, həm xarici aləm, həm daxili mühit haqqında bizə məlumat almağa, eyni zamanda o aldığımız məlumatları beynimizdə emal etməyə bizə kömək edən proseslərdir. İdrac proseslərinə nələr daxildir? Duyğu, qavrayış, diqqət, yaddaş, təfəkkür, nitq, təxəyyül, bunların hamısı idrac prosesləridir. Biz sizlə nitqi daha ətraflı keçmişik deyə bu gün sizə nitqin izahını verməyəcəm. Çünki nitqin izahını uzun-uzadı bir belə deyim video izahla, PDF-lə mən sizə əslində vermişəm ətraflı hər bir şey. Nitqin funksiyaları olsun, nitqin belə deyim də tənzim edici funksiya, nitqin şifahi nitq, yazılı nitq, hər birini, dialoji nitq, monoloji nitq, bunlar haqqında, hamısı haqqında danışmışıq biz. İndi isə mən sizə danışacağım duyğu, qavrayış, diqqət, yaddaş, təfəkkür və təxəyyül psixi proseslərindən. İlk öncə gələk duyğuya. Duyğu ümumiyyətlə cisimlərin ayrı-ayrı xassələrini qəbul etməkdir. Duyğu üzvlərimizin vasitəsilə. Əslində duyğu, qavrayış bir-birinə bənzəyən proseslərdir. Amma duyğu dünyanı hiss üzvlərimizlə, hər ikisi dünyanı əslində hiss üzvlərimizdən kəşf etməyimizin ilkin pilləsidir. Amma duyğu ayrı-ayrı xassələri
Belə deyək də, kəşf etməkdir duyğularımız vasitəsilə, sensor duyğularımız vasitəsilə ayrı-ayrı hissələri, məsələn, rəngi, səsi, istiliyi qəbul etməkdir. Amma qavrayış deyəndə hər hansısa bir şeyi bütöv, obrazlı şəkildə qəbul etməyimiz deməkdir də. Məsələn, deyək ki, adi bağçada belə bir situasiya göstərək sizə. Misal çəkim sizə. Məsələn, deyək ki, bağçada uşağa bir alma veririk, deyək də, bir alma veririk. Uşaq neynir? O almaya toxunur, ilk öncə təbii ki, gözünü bağlayırıq və alma veririk. Uşaq neyinir? Almaya toxunur, almanın necə qabığını hiss eləyir, qabıq soyuqdursa soyuqluğunu, istidirsə istiliyini, hamarlığını və yaxud da çələ-götürlüyünü hiss eləyir, düzdürmü? Bu duyğudur, bu duyğu orqanlarımızın vasitəsilə biz bunu sensor tərbiyəni keçəndə daha ətraflı keçmişik. Bu duyğudur, duyğunun vasitəsilə əşyanın qavranılmasıdır, əşyanın ayrı-ayrı hissələrinin qavranılmasıdır, düzdürmü? Hamarlığı, soyuqluğu, istiliyi, şirinliyi, turşuluğu, səsi, yəni bax budur, duyğu budur. Amma qavrayış əlindəki əşyanı bütöv bir şəkildə qavramaqdır. Məsələn, əlinə əşyanı, almanı götürür və deyir ki, bu almadır. Bütöv olaraq onun alma olduğunu demək, bu qavrayışdır artıq. Nədir? Dərk etmədir. Ümumiyyətlə, duyğu bu yaşda uşaqlar, yəni kiçik yaşlı uşaqlara aid etsək, bunu bu yaşda uşaqların sensor inkişafı artıq sürətlə formalaşmağa başlayır. Uşaqlar, məsələn, cisimləri, eyni zamanda onların ayrı-ayrı hissələri arasındakı fərqləri müəyyənləşdirə bilirlər. Uşaqlar duyğuların inkişafı ilə fəaliyyətlərini düzgün şəkildə təşkil edə bilirlər, düzdürmü? Yəni əslində duyğunun inkişafı uşaqların fəaliyyətindən asılıdır və mütləq şəkildə uşaqların duyğularını inkişaf etdirmək üçün oyunlar əvəzsiz roldur. Ümumiyyətlə qavrayış üçün, duyğu üçün oyunlar əvəzsizdir. Bax, bayaq dediyim kimi elə uşağın gözünü bağlayıb hər hansısa bir əşyanın müxtəlif hissələrinin onu hiss etməsi nədir? Duyğudur. Uşağın ümumiyyətlə sensor inkişafı onun hissi dərk etməsinin, fəzada vəziyyətinin, məsələn, əşyanın fəzada vəziyyətinin, onun iyini, dadını və s. haqqında təsəvvürlərin formalaşması prosesidir duyğu. Məsələn, ilk uşaqlıq, məktəbə qədər yaş dövründə ümumiyyətlə sensor inkişafın əhəmiyyəti olduqca böyükdür uşaqların həyatında ki, biz bunu sensor inkişafı keçəndə keçmişdik. Dedik ki, duyğunun inkişafı üçün aparıcı fəaliyyət növü bayaq da demişdim, oyundur. Həqiqətən də uşaqların duyğularını inkişaf etdirməyin ən yaxşı yolu oyundur. Məsələn, biz uşaqlara quru-quru tapşırıqlar vermək yerinə və yaxud da nəyisə izah etmək yerinə onları praktik fəaliyyətə, sensor fəaliyyətlərə cəlb etməyimiz daha düzgün olar ki, bu onlarda duyğuların düzgün şəkildə inkişaf etməsinə, daha yaxşı inkişaf etməsinə səbəb olacaq. Məsələn, rənglərin qavranılması özü duyğu prosesidir. Uşaqlar rəngləri, bunu sensor inkişafı keçəndə də keçmişdik, amma yenə toxunacaq. Uşaqlar rəngləri öyrənəndə onu iki formada öyrənirlər. Bir, asan fərqlənən rənglər var ki, biz bunlara xromatik rənglər deyirdik. Bir də çox çətin fərqlənən rənglər var ki, biz bunlara axromatik rənglər deyirdik, qarışıq rənglər deyirdik. Uşaqlara məsələn xromatik rəngləri qavramaq daha asandır. Yəni hiss etmək, qavramaq daha asandır. Qırmızı, yaşıl, sarı, göy, bax bunlar xromatik rənglərdir. Uşaqlar bunları tez öyrənə bilirlər. Amma axromatik biraz qarışıq rənglərdir ki, boz, səhrayı, bənövşəyi və s. rənglərdir ki, bu rəngləri öyrənmək üçün daha çox zamana ehtiyac var. Bir də daha çox vizual dəstəyə ehtiyac var. Sonra uşaqlarda eşitmə və musiqi duyğusu. 3-5 yaşlı uşaqlar ümumiyyətlə mürəkkəb və yüksək səsli melodiyaları çox da yadda saxlaya bilmirlər. Yəni asan, daha yüngül melodiyaları yadda saxlaya bilirlər, amma mürəkkəb olanda təbii ki, onları yadda saxlamaq çətin olur. Mütləq şəkildə uşaqların təkrara ehtiyac olur. Bir də uşaqların yaşına görə onlara daha qısa mahnıların verilməsi təbii ki, daha faydalıdır, yəni daha yararlıdır deyim və yaş artdıqca bu qabiliyyət getdikcə öz-özünə təkmilləşə bilən qabiliyyətdir. Yəni eşitmə və duyğu, musiqi duyğusu və kompleks duyğu inkişafı isə 4-6 yaşda. Bu yaşda artıq lamisə üzvləri, yəni toxunma üzvləridir. İyi bilmə, dad bilmə, görmə, eşitmə duyğuları birlikdə kompleks şəkildə artıq inkişaf etmiş olur. Məsələn, uşaq almanı təkcə görmür, həm onun dadını, həm qoxusunu, həm də ona toxunarkən onun bərkliyini eyni anda dərk edə bilir. Bayaq da dediyimiz kimi, ümumiyyətlə duyğunun inkişafı üçün sensor oyunlar, sensor fəaliyyətlər mütləqdir. Əslində biz bunların hamısını sensor inkişafda keçmişik deyə çox da üstündə qalmıram, daha qısa olaraq keçirəm, amma yenə də məsələn bir çox oyunlar var ki, bu oyunlardan istifadə edərək uşaqlarda kiçik yaşlardan duyğunu sürətlə inkişaf etdirmək mümkün olur ki, məsələn bir neçə bəsit metodlar var. Burada həm şəkil olaraq sizə göstərmişəm, həm də eyni zamanda söz olaraq izah etmişəm ki, məsələn sehirli torba oyunu, bu yəqin ki bağçada bütün çox tərbiyəçi müəllimlərin deyərdim ki, etdiyi bir oyundur ki, məsələn torbanın içinə müxtəlif formalı, teksturalı, yumşaq, bərk, götür oyuncaqları qoyuruq. Məsələn uşaq da ona gözü bağlı şəkildə sadəcə toxunaraq onun nə olduğunu hiss edir. Məsələn, qoxusunu tap oyunu var ki, bu iyi bilməni uşaqlarda formalaşdırır. Uşaqların gözlərini bağlayırıq, ona limon veririk, nanə, darçın və yaxud da portakal, müxtəlif qoxuları ilədək onların iylərini fərqləndirməyi uşaqlardan istəyə bilərik. Sonra rəng çeşidləmə oyunları var ki, qarışıq rəngli düymələri və yaxud da kubikləri rənglərinə görə qablara ayırıb yığmasını istəyə bilərik. Burada da
Uşaqlarda rəng çeşidləmə, rəngi ayırma deyək ki, duyğuları formalaşmış olur. Bu uşaqlarda duyğunun inkişafıdır. İndi isə gələk qavrayışın inkişafına. Əslində duyğu ilə qavrayış bayaq da dediyim kimi bir-birinə bənzəyir, amma duyğu dünyanın, yəni duyğu ayrı-ayrı xassələri, məsələn rəngi, səsi, iyi, qoxunu ayrı-ayrı olaraq dərk etmək deməkdir duyğu üzvlərimizin vasitəsilə. Qavrayış isə onu bütövlükdə qavramaq, bütövlükdə dərk etmək deməkdir. Ümumiyyətlə qavrayış məktəbə qədər yaşda qavrayış digər idraç proseslərindən qabağa gedir. Ümumiyyətlə onları önünə keçir də, yəni bütün ön plana qavrayış keçir. Həqiqətən çünki digər idraçi proseslərdən öncə uşaqda qavrayış baş verir. Buna da psixi inkişafın heteroxronluğu da deyirlər. Heteroxronluğu düzgün vurğuladım. Deməli heteroxronluğu da deyirlər. Heteroxronluq nədir? Yəni hər hansısa bir psixi prosesin önə keçməsidir, ön plana keçməsidir ki, məsələn, qavrayış da ön plana keçir. Baxın, burada sizə şəkillə izah eləməyə çalışmışam. Qavrayış deyəndə məsələn nələr nəzərdə tutulur? Uşağın məkan qavrayışı, məsələn forma qavrayışı, zaman qavrayışı, məsələn məkan qavrayışı, forma qavrayışı, onun görmə üzvü vasitəsilə, lamisi üzvləri ilə və yaxud da eşitmə üzvləri ilə uşağın məkanı, zamanı, formanı qavraması deməkdir. Məsələn, uşağa həndəsi fiqurları veririk, uşaq onun həndəsi fiqur olduğunu qavrayır zamanla, düzdürmü? Və yaxud da zaman qavrayışı var. Zaman qavrayışı demişdik ki, uşaqlarda biraz çətin qavranılan bir prosesdir ümumiyyətlə zaman. Çünki zaman biraz mücərrəd anlayışdır və mücərrəd anlayışlarda uşaqlar tərəfindən biraz gec formalaşır uşaqlarda. Amma get-gedə təbii ki, uşaqlar tərəfindən qismən zaman anlayışları da inkişaf etdirilir. Burada da bayaq dediyim kimi heteroxronluq nədir? Psixiyanın ümumiyyətlə ontogenetik inkişafının ayrı-ayrı mərhələlərdə hər hansı bir psixi prosesin ön plana keçməsidir. Bayaq da buna qavrayışın heteroxronluğu dedik. Yəni qavrayış digər psixi planlardan ön plana keçir, psixi proseslərdən ön plana keçir və o birilərini ikinci plana atır. Məktəbə qədər yaşda da qavrayış digər bütün idraç proseslərindən, məsələn, hafizədən, yaddaşdan, yəni təfəkkürdən, təxəyyüldən önə keçir, onları qabaqlayır. Digər psixi proseslər isə məhz qavrayışın bazasında formalaşır, təkmilləşir. Yəni ilk öncə qavrayış baş verir, daha sonra isə digər psixi proseslər, yəni təfəkkür, təxəyyül, eyni zamanda hafizə, bax bunun deyim ki, bazasında formalaşır. Qavrayışın bazasında formalaşır. Uşağın ətraf mühitə bələdləşməsi üçün əsas şərtdir qavrayış. Yəni ilk olaraq ətraf mühitə bələdləşməsi üçün qavrayış əsas şərtdir. Məsələn, uşaq məkanı qavrayarkən təkcə onu gözləri ilə görmür, onu əlləri ilə hiss edir. Eyni zamanda onu ifadə etmək üçün sözlərdən istifadə edir. Məsələn, məkan anlayışı qavrayırlar uşaqlar, ora, bura, sağ, sol, yaxında, uzaqda, üstündə, altında kimi sözləri mənimsəyirlər zamanla. 3 yaşlı uşaqlar artıq belə deyək də, hamısı cisimlərin formasını qavraya bilirlər. Müxtəlif həndəsi fiqurları artıq 3 yaşından sonra uşaqlar fərqləndirirlər. Biz ümumiyyətlə alt standartlara da baxsaq, məşğələlərimizə də baxsaq, məntiqi riyazi təfəkkür məşğələsində də baxsaq, artıq bilirik ki, orta qrupdan, yəni 3-4 yaşdan uşaqlar artıq 3 həndəsi fiquru, dairə, kvadrat və üç bucağı fərqləndirə bilirlər, adlandıra bilirlər. Zaman qavrayışı, yəni məktəbə qədər yaşda bayaq da dediyim kimi çox mücərrəd bir anlayışdır. Uşaqlar tərəfindən qismən inkişaf etdirilir, yəni yavaş-yavaş inkişaf etdirilir. Zamanın düzgün şəkildə inkişaf etdirilməsi üçün də gün rejiminin düzgün qurulması çox önəmlidir. Həqiqətən də gün rejimi onun rutini uşaqlarda zaman anlayışının daha yaxşı, daha keyfiyyətli formalaşmasına gətirib çıxarır. Əvvəlcə zaman anlayışı uşaqlarda necə formalaşır? Öz fəaliyyətlərinə uyğun formalaşır. Məsələn, yuxudan durduğumuz vaxt səhərdir, axşam yatdığımız vaxt artıq axşamdır və yaxud da bağçada olduğumuz vaxt, yemək yediyimiz vaxt günortadır. Öz fəaliyyətlərinə uyğun zamanı müəyyənləşdirirlər, amma get-gedə də uşaqlarda zaman anlayışı qismən artıq formalaşmış olur. Digər bir psixi prosesimiz isə diqqətdir. Bax, burada diqqəti sizə qısa açar sözlərlə şəkillə də izah etmişəm. Diqqət nədir? Diqqət psixi fəaliyyətin ümumiyyətlə seçici yönəlməsidir və yaxud da müəyyən bir obyektə fikri cəmləməkdir. Yəni, şuurun müəyyən bir obyektə və yaxud da fəaliyyətə yönəlməsidir, cəmlənməsidir diqqət. Diqqət seçicilikdir, diqqət cəmlənmədir, diqqət davamlılıqdır, diqqət ağırdan asanadır. Məsələn, seçicilik, diqqət vacib olan bir olanı seçməyə yardım edir bizə. Yəni, diqqətli olmaq, diqqəti bir şeyin üzərində cəmləmək. İndi diqqət haqqında da burada sizə ətraflı məlumat vermişəm əslində. Ümumiyyətlə, diqqət iki cür olur əslində. Diqqət iki cür olur. Bir qeyri-ixtiyari diqqət var, bir də ixtiyari diqqət var. Məsələn, ilk öncə belə deyək də, ixtiyari diqqət nədir? Qeyri-ixtiyari diqqət nədir? Məsələn, adi deyək ki, biz dərs oxuyuruq, dərs oxuduğumuz vaxt telefon zəng çalır. Diqqətimiz necə olur? Məsələn, ixtiyari diqqətdən qeyri-ixtiyari, yəni qeyri-ixtiyari şəkildə zəng gələn tərəfə yönəlir. Yəni telefonun zəng gəldiyi tərəfə yönəlir, düzdürmü? Bax, bu qeyri-ixtiyari diqqətdir.
Ümumiyyətlə, idraç fəallığının intensivliyini yaxşı etdirən psixi proses kimi diqqət ətraf aləmi, xarici aləmi dərk etmək üçün mühüm, əhəmiyyətli bir yer tutur. Bir də saniyə. Aha, davam edək müəllimələr. Ümumiyyətlə, diqqətin əsasında uşağın həyatının ilk aylarında müşahidə olunan bələdləşmə refleksi dayanır ki, yəni bu uşağın qeyri-ixtiyari diqqətinin təbii əlaməti kimi üzə çıxır. Uşaq məsələn əvvəlcə bələdləşmə olur, hər hansısa bir əşyaya, obyektə bələdləşmə olur ki, və onların əsasında da uşaqların diqqəti müəyyən bir obyektə yönələ bilir. İlk öncə təbii ki, uşaqların diqqəti qeyri-ixtiyari olur, amma 5-6 yaşlardan artıq uşaqlarda ixtiyari diqqətin elementar formaları yaranmağa başlayır. Hətta həyatının 2-3-cü ilində uşaqlarda ixtiyari diqqət meydana gəlməyə başlayır, formalaşmağa başlayır ki, onlar böyüklərin sözlərinə artıq belə deyək ki, təlimatlarına reaksiya göstərə bilirlər, ümumiyyətlə yönəldə, onların göstərişləri ilə fikirlərini hər hansısa bir obyektə yönəldə bilirlər. 5-6 yaşlarında isə artıq uşaqlarda ixtiyari diqqətin elementar formaları meydana gəlməyə başlayır. Məktəbə qədər yaşlı uşaqlarda ixtiyari diqqətin İnkişafı məktəb təliminə hazırlıq üçün böyük əhəmiyyətə malikdir. Kiçik və orta məktəbə qədər yaş dövründə qeyri-ixtiyari diqqətin üstünlüyü aydın hiss olunur hələ kiçik və orta məktəbə qədər yaş dövründə. Amma məktəbli yaş dövründə artıq ixtiyari diqqət özünü göstərir ki, bu da onlarda məktəb təlimində, yəni hər hansısa bir dərsə, müəllimin izahlarına, fikirlərini yönəltməkdə, ixtiyari şəkildə yönəltməyə kömək edir. Ümumiyyətlə, bütün psixoloqların fikrincə əslində məktəbə qədər yaş dövründə diqqət də, hafizə də, təxəyyül də və digər psixi proseslərində oxşar bir əlamətləri var ki, həmin bu psixi proseslər özünün niyyətsiz, qeyri-ixtiyari məzmunu ilə səciyyələnir ki, yəni niyyətsiz və qeyri-ixtiyari şəkildə baş verir bu psixi proseslər. Məktəbə qədər dövrdə diqqətin inkişafında nəzərə çarpan başlıca üstünlük diqqətin keçiriliciliyidir, diqqətin davamlılığıdır, diqqətin deyək ki, genişliyidir. Bunların da hər birini bax burada PDF-də qısa və açar sözlərlə vermişəm. Burada da yazmışam. Diqqət haqqında ətraflı yazandan sonra sizin üçün qısa və açar sözlərlə də diqqətin izahını vermişəm ki, daha aydın olsun. Diqqətin fizioloji əsası ümumiyyətlə bələdləşmə refleksidir ki, yəni diqqətin kökləri nədir? Diqqətin təməlində uşağın həyatının ilk aylarında yaranan bələdləşmə refleksi dayanır ki, yəni uşağın hər hansısa bir əşyaya bələdləşməsi onda diqqətin formalaşmasına gətirib çıxara bilir. Bu refleks uşaqda qeyri-ixtiyari diqqətin təbii bir əlaməti kimi, bioloji bir əlaməti kimi üzə çıxır. Yaş dövrlərinə görə diqqətin xronologiyasına gələndə isə həyatının 2-3-cü ilində ixtiyari diqqətin ilkin formaları artıq meydana çıxmağa başlayır. Bayaq da dediyimiz kimi uşaqlar artıq böyüklərin göstərişi ilə diqqətini bir şeyə yönəltməyi öyrənirlər. Kiçik və orta məktəbə qədər yaş dövründə isə qeyri-ixtiyari diqqətin üstünlüyü aydın hiss olunur. Uşaq artıq psixi fəaliyyəti cisimlərin parlaq, cəlb edici və yeni olmasından asılıdır. Biz həmişə demişdik ki, körpə yaşlı uşaqlarda məsələn parlaq, səsli oyuncaqlar onların diqqətini daha çox çəkə bilir. 5-6 yaşda isə, yəni artıq böyük məktəbə qədər yaş dövründə isə ixtiyari diqqətin elementar sadə formaları yaranmağa başlayır. Ümumiyyətlə diqqətə açar sözlər olaraq desək, diqqət nədir? Diqqət dedik ki, məsələn, deyək ki, qapalı sualların verilməsi nədir? Diqqətdir. Yəni uşaqlarda hə, yox tipli qapalı sualların verilməsi diqqətdir. Məsələn, uşaqlarda diqqəti necə formalaşdıra bilərik? Adi belə bir misal çəkək. Uşaqlara hə, yox sözlərini qadağan edirik. Məsələn, deyirik ki, biz sənə suallar verəcəyik. Sən orada hə, yox sözlərindən istifadə etməyəcəksən. Başlayırıq uşaqlara suallar verməyə. Məsələn, deyirik ki, sən qızsanmı? Uşaq orada mən qızam deməlidir, hə deməməlidir, düzdürmü? Və yaxud da sən oğlansanmı? Orada mən oğlanam deməlidir, hə deməməlidir və yaxud da yox deməməlidir, düzdürmü? Yəni bunun özü nədir? Diqqətdir. Uşaqlarda diqqəti formalaşdırmaq üçün qapalı oyunlardan istifadə edə bilərik. Və yaxud da hər yox olmasın, hər hansısa 1-2 və yaxud da 3 sözü qadağan edirik ki, biz verdiyimiz suallarda bu sözlərdən istifadə olunmayacaq. Uşaqlar da diqqətli olub bu sözlərdən istifadə etməməlidirlər. Bu nədir? Diqqətdir. Sonra hər hansısa iki oxşar şəkil arasında fərqli detalı tapmaq nədir? Diqqətdir. Məsələn, hər hansısa iki dənə oxşar şəkil verilir. Belə oyunlar, iqralar da var idi. Yəqin ki, xatırlayarsınız, var. Yəni iki dənə oxşar eyni şəkil verir, amma orada kiçik nüanslar olur. Deyir ki, məsələn 5 fərqi tap, 3 fərqi tap. Bu nədir? Diqqətdir. İki oxşar, iki eyni şərtli şəkillər arasından xırda fərqləri tapmaq nədir? Diqqətdir. Sonra labirint formalı ola bilər ki, tapşırıqlar olsun, labirintin özü olsun, labirint formalı tapşırıqlar olsun. Bunlar nədir? Diqqətdir. Yəni
Belə bir belə deyək testlərdə görsək əgər tapşırıqlar ki, labirint formalı tapşırıqlar, fərqi tap, iki oxşar əşya arasında fərqi tap, bu kimi tapşırıqlar görsək biləcək ki, söhbət diqqətdən gedir. Sonra pointilizmi gətirək gözümüzün qabağına. Pointilizm nə idi? Nöqtə ilə rəsm idi, düzdür? Pointilizm özü nədir? Diqqətdir. Çünki necə deyim, diqqət tələb edir, düzdürmü? Diqqətli olmağı tələb edir. Təhlükəsizlik qaydaları, deyək ki, uşaqların təhlükəsizlik qaydalarına əməl etməsi. Təhlükəsizlik qaydaları nədir? Diqqətdir. Biz məsələn yolu keçərkən nə etməliyik? Diqqətli olmalıyıq, düzdürmü? Bunların hamısı diqqətdir. Həmin anda olan şeylər, həmin anda diqqətimizi verdiyimiz şeylər nədir? Diqqətdir. Diqqət nədir? Dəqiqlikdir. Bax, bunların hamısı diqqətin açar sözləridir ki, hər hansısa bir testdə belə bir şeylər görəndə biləcəyik ki, söhbət diqqətdən gedir. Və diqqətin başlıca üstünlükləri nələrdir? Bu biraz bunlardan danışacağıq ki, diqqətin həcmi, diqqətin paylanmasıdır, diqqətin keçiriciliyidir. Bunların hamısı haqqında da sizə qısa məlumat verəcəm. Diqqətin həcmi deyəndə nə nəzərdə tutulur? Diqqətin həcmi insanın eyni anda və yaxud da çox qısa bir zaman kəsiyində aydın qavraya bildiyi obyektlərin sayı ilə ölçülür. Yəni eyni qısa bir zaman kəsiyində uşaq nə qədər və yaxud insan deyək nə qədər çox obyekti qavraya bilir. Bax, bu nədir? Diqqətin həcmidir. Bizim diqqətimizin həcmi bundan ibarətdir. Məktəbə qədər yaşda vəziyyəti nədir? Yəni, bu yaşda artıq uşaqların diqqəti təbii ki, böyüklərə nisbətən çox məhdud olur. Yəni, hər zaman deyirik, uşaqların diqqəti məhduddur. Onlar bir neçə obyektə diqqətlərini verə bilmirdilər. Hətta deyirik, obyektin bir neçə xüsusiyyətinə eyni anda diqqəti verə bilmirdilər. Yalnız, məsələn, bir-iki obyektə diqqət verə bilirlər və yaxud da obyektin bir xüsusiyyətinə diqqətini yönəldə bilirlər. Yaş artdıqca isə uşağın təcrübəsi çoxaldıqca diqqətin həcmi tədricən genişlənir. Məktəbə qədər dövrün sonunda isə uşaq artıq vizual olaraq bir-biri ilə bağlı olan bir neçə obyekti eyni anda qavramağı bacarır. Bu oldu diqqətin həcmi. Yəni diqqətin həcmi nə oldu? İnsanın eyni anda çox qısa bir zaman kəsiyində aydın qavraya bildiyi obyektlərin sayı ilə ölçülür ki, nə qədər obyekti qavraya bilir və kiçik məktəbə qədər yaş dövründə uşaqlarda diqqətin həcmi məhduddur. Yəni böyüklərə nisbətən çox məhduddur. Diqqətin paylanmasına gəldik. Diqqətin paylanması nədir? Eyni zaman kəsiyində diqqəti iki və ya daha çox müxtəlif fəaliyyət növünə yönəltmək, onları paralel idarə etmək bacarığıdır diqqətin paylanması. Yenə də məktəbə qədər yaş dövründə uşaqlarda diqqətin paylanması təbii ki, zəif inkişaf edəcək. Ona görə də uşaq yeni bir hərəkətə öyrənərkən bütün diqqətini yalnız həmin işə verir. Məsələn, uşaq rəsm çəkirsə, eyni anda məsələn müəllim nağıl danışsa və yaxud da müəllim hər hansısa bir fəaliyyəti yerinə yetirsə, uşaq onu eşidə bilməyəcək. Yəni o uşaqda diqqətin paylanması yoxdur. Amma biraz yaş artdıqca insanlarda məsələn özümüzdə belə diqqətin paylanması baş verir. Məsələn, fəaliyyətlərdən inkişaf şərti də nədir? Fəaliyyətlərdən biri tam avtomatlaşdıqdan sonra, vərdişə çevrildikdən sonra diqqətin paylanması mümkün olur. Məsələn, biz gördüyümüz hər hansısa bir işi avtomatik şəkildə, yəni onu eləyə biliriksə, artıq o iş bizim üçün vərdişə çevrilibsə, biz diqqətimizi başqa bir şeyə verə bilirik. Məsələn, adi deyək ki, ev işi görürük, hər hansısa bir ev işi görürük. Biz ev işi görə mahnıya qulaq asırıq. Məsələn, bunun özü nədir? Diqqətin paylanmasıdır. Həm əlimdəki işi görürəm, həm də mahnıya qulaq asa bilirəm. Çünki məsələn, ev işi görmək artıq nədir? Avtomatlaşmış bir vərdişdir bizdə. Yəni bunu edə bilirik onsuz da və buna görə də nə edirik? Həm mahnıya qulaq asıb, həm də öz işimizi görə bilirik. Məsələn, adi uşaqları deyək, rəqs edəndə. Uşaqlar bəzən məsələn, mahnıya qulaq asanda rəqsin ritmini tutub rəqs etməyi bilmirlər məsələn, və yaxud da rəqs edəndə mahnıya qulaq asa bilmirlər. Amma zaman keçdikcə təbii ki, yaş aldıqca uşaqlar bu fəaliyyətləri paylamağı öyrənirlər. Artıq həm mahnını eşidib, onun ritmini duyub, həm də ona uyğun rəqs etməyi bacarırlar. Yəni, diqqətlərini paylaya bilirlər. Bu diqqətin paylanmasıdır. Digəri diqqətin davamlılığıdır. Diqqətin davamlılığı nədir? Diqqətin eyni bir obyektə və yaxud da eyni bir fəaliyyət üzərində uzun müddət saxlanılması, saxlanılması qabiliyyəti diqqətin davamlılığıdır. Yenə də məktəbə qədər yaş dövründə qeyri-sabitdir diqqətin davamlılığı. Uşaq tez bir zamanda işdən yorulur, ümumiyyətlə bir oyundan tez yorulur, bir fəaliyyətdən digər oyun fəaliyyətinə getir. Ona görə də biz hər zaman məşğələlərimizi keçərkən, oyun saatlarımızı qurarkən, hər bir şeyi qurarkən özünüz görürsünüz ki, uzun müddətli etmirik bunu. Adi nağıl danışanda belə deyirik ki, nağılı 10-12 dəqiqədən artıq danışmaq olmaz. Çünki uşaqlarda həqiqətən də bu qədər diqqətin davamlılığı yoxdur. Onlarda diqqətin davamlılığı qısadır və bir fəaliyyətdən çox tez yorulurlar, çox tez bezirlər və digər fəaliyyətə keçmək istəyirlər. Adi bir oyuncaqla uzun müddət oynaya bilmirlər, adi bir oyunu uzun müddət oynaya bilmirlər. Artıq məsələn bunun artma faktoru da necə olur? Məsələn, uşaqlar bələd olduqları, tanıdıqları və yaxud da onları maraqlandıran əşyalara qarşı daha diqqətli olmağa başlayırlar. Bu zaman artıq davamlılıq yüksəlməyə başlayır. 5-6 yaşlarda da maraqlı oyun zamanı artıq diqqətin davamlılığı 40 dəqiqə, 50 dəqiqəyə də 5-6 yaşda artıq çata bilir, amma 5-6 yaşdan əvvəl çox qısa olur uşaqlarda. Amma 5-6 yaşa ki çatdılar, uşaqlar artıq onlara maraqlı olan, onların diqqətini çəkən, onların sevdiyi oyunlar olanda diqqətləri artıq biraz daha artmış olur. Yəni diqqətin davamlılığı
davamlılığı artmış olur. İndi isə gəldik diqqətin keçirilməsi. Diqqətin keçirilməsi nədir? Diqqətin şuurlu və məqsədyönlü şəkildə bir obyektdən və yaxud da fəaliyyətdən digərinə ötürülməsi prosesi diqqətin keçirilciliyidir. Məktəbəqədər yaşda, yəni uşaqların diqqəti bir işdən tamamilə ayırıb digərinə keçirmək, yəni birdən-birə keçirmək, qəfildən keçirmək çətindir. Məsələn, uşaqlar oyun oynayırlar. Oyun oynadıkları halda birdən-birə onların diqqətini oyundan təlimə keçirdi, məsələn, məşğələyə keçirsək, belə deyək də, onlar üçün çətin olur. Və yaxud da uşaq bir cizgi filmə baxır, birdən-birə cizgi filmi saxlayıb uşaqlara nə bilim hər hansısa bir oyuna cəlb eləmək və yaxud da hər hansısa bir başqa bir işə cəlb eləmək uşaqlarda çətin prosesdir. Məktəbəqədər dövrün sonunda diqqətin keçirilməsinin kəmiyyət göstəriciləri bir qədər artıq artmış olur ki, uşaqlar böyüklərin sözlü təlimatı ilə, məsələn, adi deyək ki, uşaqlar oyun oynayırlar, oyuncaqlarla oynayırlar və böyüklər deyir ki, artıq oyuncaqları yığışdırın, nahar edəcəyik. Bu vaxtda artıq uşaqlar öz diqqətini obyektdən çəkirlər, sürətli şəkildə belə deyək ki, nahara artıq hazırlanmış olurlar, amma kiçik yaşlarda bu qeyri-mümkündür. Yəni özümüz də müşahidə edirik ki, adi uşaq oyun oynadığı zaman biz ona, yəni oyunu dayandır və yemək yeyək və yaxud da oyunu dayandır, məşğələ keçək, oyunu dayandır, yatmaq vaxtıdır deyəndə diqqəti keçirilməsi onlarda baş vermir. Çünki hələ ayrıla bilmirlər. Bir bağ var gördükləri işlərin arasında və ayrılmaqda problem yaşaya bilirlər. Bu isə diqqətin keçirilməsidir. Deməli müəllimələr, bu da oldu bizim diqqət psixi prosesimiz. İndi isə sizlə danışacağıq hafizənin inkişafından. Hafizə nədir? Hafizə ümumiyyətlə yaddaşdır, yada salma, yadda saxlama. Hafizə nədir? Təcrübənin qavranılmasıdır, saxlanılmasıdır və onun sonradan bərpa edilməsidir. Məsələn, deyək ki, hafizə nədir? Uşağın nəyisə yada salması, düzdürmü? Uşağa deyirik ki, məsələn deyək də, 1-dən 10-a qədər say. Uşaq o sayları yadında saxlayıb ki, indi 10-a qədər saya bilir, düzdürmü? Və yaxud da uşağa bir şəkil göstəririk və uşağa deyirik ki, şəkildəki nədir? Uşağı məsələn alma şəkli göstərir. Uşaq deyir ki, almadır. Demək ki, uşaq almanı görüb tanıyır və indi şəklini görən kimi onu yadına salırsa, deməli bu nədir? Hafizədir. Nəyisə sadalamaq, nəyisə adını çəkmək, yadına salmaq nədir? Hafizədir. Məktəbəqədər uşaqlıq illərdə ümumiyyətlə hafizə özünün intensiv inkişaf tempi ilə fərqlənən bir idraki prosesdir ki, bu dövrdə yaddaşın inkişafında həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişikliklər baş verir. Məktəbəqədər yaşda qeyri-ixtiyari yaddaş üstünlük təşkil edir. Necə ki, qeyri-ixtiyari diqqət var idi. İndi də qeyri-ixtiyari yaddaş, qeyri-ixtiyari hafizə də üstünlük təşkil edir. Bu yaş dövründə uşaqlar öz qarşılarına nəyisə yadda saxlamaq məqsədi ilə qoymurlar. Biz buna mexaniki yadda saxlama deyirik ki, uşaqlar bir məqsəd qoymadan, ümumiyyətlə onu şuurlu şəkildə başa düşmədən, yəni öz iradəsindən, öz şuurundan asılı olmadan nəyisə yadlarında saxlayırlar. Qeyri-ixtiyari yadda saxlama ümumiyyətlə uşağın fəaliyyət prosesində qarşılıqlı münasibətdə olduğu əşyaların xarakterindən asılıdır ki, uşaq qarşıya qoyulmuş çoxsaylı şəkillər olanda sadəcə məsələn onun öz tanıdıqlarını, gördüklərini daha yaxşı seçib ayırır və daha yaxşı yadda saxlayır. Hafizə nədir? Hafizə, baxın burada da şəkillə də sizə göstərmişəm. Hafizə məlumatları qəbul edib saxlamaq, lazım olduqda isə yenidən xatırlamaq bacarığıdır. Bax, hafizə budur. Məlumatları qəbul edib saxlamaq, lazım olduqda isə yenidən xatırlamaq bacarığı hafizədir. Məlumatları xatırlamaq, yəni hafizə öyrəndiyimiz məlumatları saxlayır, lazım olanda onu yenidən xatırlayır. Bayaq dediyimiz kimi bu həyatı asanlaşdırır həqiqətən də. Gündəlik işlərimizi, qaydaları və təcrübələrimizi xatırlamağa bizə yardımcı olur, köməkçi olur, öyrənməni dəstəkləyir, yeni məlumatlar köhnə biliklərlə əlaqələndirərək öyrənirik, düzdürmü? Məsələn, söz assosiasiyası özü olsun. Nədir? Söz assosiasiyası iş forması, iş üsulundan istifadə edirik biz. Bu nə idi? Yada salma idi, klaster, aktuallaşdırma nə idi? Yada salma prosesi idi, düzdürmü? Hafizəmizdə olanı xatırlamaq, yada salmaq, müntəzəm olaraq məşq etdirilməsi vacibdir hafizənin. Həqiqətən də oxumaq, oyunlar oynamaq, yaddaşı gücləndirən oyunlar, bu kimi şeylər hafizəni inkişaf etdirən fəaliyyətlərdir. Məktəbəqədər yaşlı uşaqlarda ümumiyyətlə hafizənin məlumat tutumu getdikcə genişlənir, yadda saxlama üsulları təkmilləşir və onların müddəti artır, artıq məktəbə qədər təhsilin sonuna yaxın. Əgər kiçik məktəbə qədər yaşda uşağın hafizəsində yaşananın təkrarən qavranılması prosesində tanıma əhəmiyyətli rol oynayırdısa, yəni nəyisə tanıma əhəmiyyətli rol oynayırdısa, böyük məktəbə qədər yaş dövründə artıq mümkün hafizə aktı kimi yada salma obrazları təsəvvürdə, yada salma, yəni təsəvvürdə canlandırma. Bir var ki, uşaqda kiçik yaşlarda tanımada, məsələn, gördüyü əşyanı görüb, tanıyıb, yadında saxlayıb, sonra onun şəklini göstərəndə və yaxud özünü göstərəndə onu tanıyaraq xatırlayır, deyir. Amma biraz artıq böyük məktəbə qədər yaş dövründə onu təsəvvüründə canlandırmaq qabiliyyəti də uşaqda formalaşmış olur.
Hafizəni də sizə əslində qısa sözlərlə izah eləmişəm. Hafizəyə aid bir-iki misal da burada çəkmişəm. Məsələn, hafizə sözləri yadda saxla və təkrar et. Məsələn, bu nədir? Hafizədir. Məsələn, uşağa bir neçə 10 söz deyirik və yaxud da 8 söz deyirik və uşaqdan onların hansının yadında saxlayıb dediyini, hansının yadında saxladığını, yəni deyərək bizə göstərir. Neçə söz, məsələn, 10 sözdən neçə sözü yadında saxlaya bilirsə, onları təkrarlayır. Və yaxud da uşaqlara cüt sözləri deyirik və deyirik ki, olduğu kimi sözləri yadında saxla. Sonra isə məsələn o cüt sözlərdən birini deyirik, birini demirik, uşağın deməsini istəyirik. Məsələn, uşağa deyirik ki, dəniz, gəmi, yol, maşın, ağac, alma, bunları deyirik. Sonra məsələn, o sözlərdən birini deyirəm. Məsələn, gəmi, dənizi uşaq deməlidir və yaxud da yol deyirəm, maşını uşaq deməlidir və yaxud da alma deyirəm, ağacı uşaq deməlidir. Söz cütlərinin yada salınması özü də nədir? Hafizədir. Ümumiyyətlə deməli, nümunə gətirmək, hafizəyə əsaslanaraq nümunə gətirmək hafizədir və yaxud da xatırlayır sözü varsa hafizədir. Sadalamaq sözü, tanımaq sözü, məsələn, hər hansısa dedik ki, şəkli göstərib onu tanımaq hafizədir. Sonra şəkildə nə görürsən, bu da tanımaya aiddir, hafizədir. Söz assosiasiyası, aktuallaşdırma, klaster özü nədir? Hafizədir. Yəni yadında saxladığını uşaq bizə deyir, yəni bildiyini yadında saxladığını beyninə gətirir və deyirsə, bu hafizədir. Hafizənin inkişaf xüsusiyyətlərinə, dinamikasına baxsaq, ümumiyyətlə məktəbə qədər yaş dövründə yaddaş həm məlumatın tutumu, yəni həcmi, həm də yadda saxlama müddəti baxımından cəmiyyətcə sürətlə genişlənən bir prosesdir. Qavrayışdan ayrılma prosesi ən vacib yenilikdir ki, hafizə artıq anlıq qavrayışdan müstəqilləşir, müstəqil olur. Kiçik məktəbə qədər yaşda yaddaş yalnız obyektin təkrar qavranılması zamanı tanıma formasında işləyir, bayaq da dediyimiz kimi, amma böyük məktəbə qədər yaşda uşaq obyekti görmədən də onu təsəvvüründə canlandıra bilir, yəni yadına sala bilir. Bu qabiliyyət uşaqda formalaşmış olur. Hafizə özü də həm qeyri-ixtiyari, həm də ixtiyari şəkildə ola bilir. Qeyri-ixtiyari hafizənin üstünlüyü nədir? Bu yaşda uşaqlar məsələn qarşılarına hər hansısa bir məqsəd qoymurlar. Bayaq dediyimiz kimi xüsusi bir məqsədi yoxdur ki, nəyisə yadda saxlasınlar. O proses iradədən kənarda baş verir. Yadda saxlama uşağın keçmiş təcrübəsi, qarşılıqlı əlaqədə olduğu əşyaların dərəcəsindən, xarakterindən asılıdır. Amma ixtiyari hafizənin meydana çıxmasına gələndə böyük məktəbə qədər yaşda artıq uşaqlar materialı qəsdən yadda saxlamaq üçün xüsusi zehni və perseptiv, yəni qavrayış əməliyyatlarından istifadə edirlər ki, yəni artıq ixtiyari yada salma və ixtiyari yadda saxlama başlayır. İxtiyari yada salma prosesi inkişaf baxımından ixtiyari yadda saxlamadan əvvəl baş verir, onu ötüb keçir. Yəni ilk öncə ixtiyari yada salma var, yəni ixtiyari şəkildə fikirləşib yadınıza salmaq, amma daha sonra ixtiyari yadda saxlama prosesi də baş verir. Yəni dediyimiz kimi hafizədə qeyri-ixtiyari və ixtiyari ola bilər. Kiçik məktəbə qədər yaş dövründə qeyri-ixtiyari şəkildə uşaqlar yadlarında saxlayırlar, qarşılarına bir məqsəd qoymurlar, amma böyük məktəbə qədər yaş dövründə isə artıq ixtiyari şəkildə özləri qarşılarına bir məqsəd qoyaraq yadda saxlayırlar. Sözlü məntiqi hafizəyə keçid və bu zaman böyüklərin rolundan da biraz danışaq. Ümumiyyətlə məktəbə qədər yaşda uşaqların hafizəsinin ən mütərəqqi forması sözlü məntiqi hafizəyə keçiddir ki, bu növün inkişafı birbaşa böyüklərlə ünsiyyətdən asılıdır. Yəni nağıl danışaraq, hekayə oxuyaraq və yaxud da tamaşalar, filmlərin izlənilməsi, onların müzakirə edilməsi nəticəsində baxın uşaqlarda sözlü məntiqi hafizəyə keçid baş verir artıq. Nəticədə uşaqlar şeir öyrənirlər, nəticədə uşaqlar nağılı danışırlar, onu müzakirə edirlər, şəkil üzrə hekayə tərtib edirlər, onlarda müşahidəçilik qabiliyyəti artır, oxşar hadisələri bir-biri ilə tutuşdura bilirlər, ümumi əlamətləri tapmaq bacarığı uşaqlarda formalaşmış olur. İndi isə gələk təxəyyülün inkişafına. Təxəyyülün inkişafı ümumiyyətlə məktəbə qədər yaş dövründə uşaqlar sistematik olaraq, yəni belə deyim də bircə saniyə, sistematik olaraq zənginləşməkdə olan təcrübə qazanırlar. Yəni təxəyyül nədir? Gəlin baxaq təxəyyülə. Təxəyyül nədir? Xəyal qurmadır. Təxəyyül nədir? Yaratmaqdır. Yəni olmayan bir şeyi yaratmaq, onun xəyalını qurmaq. Məsələn, keçmiş təcrübələr əsasında tamamilə yeni obrazların yaradılmasıdır təxəyyül, ideyaların yaradılmasıdır təxəyyül. Təxəyyül insanın əvvəlcədən qavranılmamış obyekt və hadisələrin yeni şəkillərini yaradaraq beyinlərində canlandırmasıdır. Bax, burada göstərmişəm onları, qısa olaraq sizə şəkillə izahını vermişəm. Yaradıcı düşüncədir, yaradıcı fəaliyyətdir, zehni inkişafdır, emosional zənginlikdir təxəyyül. Məsələn, təxəyyül yeni fikirlərin, ideyaların, obrazların yaranmasına imkan yaradır. Təxəyyül yaradıcı fəaliyyətdir, rəsm çəkmə, nağıl uydurma, rol oyunu ifa etmək, bunlar nədir? Təxəyyülün inkişafını dəstəkləyən proseslərdir. Təxəyyül uşağın düşünmə çevikliyini, çevik zəkasını, zehni elastikliyini artıran bir prosesdir. Eyni zamanda təxəyyül emosional zənginlikdir. Təxəyyül uşağın duyğularını ifadə etməsi, daxili dünyasını zənginləşdirməsinə şərait yaradan bir prosesdir.
Ümumiyyətlə psixoloqların fikrincə, hətta artıq 3-cü ilindən, uşaq həyatının 3-cü ilindən uşaqlarda təxəyyül sürətləri formalaşmağa başlayır. Uşaq əldə etdiyi təcrübəni öz təxəyyülündə bir material fəaliyyət kimi istifadə edir. Təxəyyül sürətləri ilk əvvəl təbii ki 3 yaşda deyirik formalaşmağa başlayır, amma öz biraz kasıblığı ilə deyək də fərqlənir. Burada çünki hələ uşaqlarda tam səviyyədə dərk etmə fəaliyyəti ilə ayrılmaz sürətdə bağlı olur təxəyyül. Təxəyyül vasitəsilə qavradıqlarını tamamlamakda elə də kifayətli olmur da. Yəni nəyisə qavradıqlarını təxəyyüllə hələ tam şəkildə ifadə edə bilmirlər. Məktəbə qədər yaşda, ümumiyyətlə kiçik məktəbli yaş dövründə uşaqlarda obrazlı təxəyyülün və daha doğrusu obrazlı təfəkkürün və təxəyyülün inkişafının əsas yolu əyani modelləşdirmədir ki, və yaxud da hər hansısa bir əşyanın əvəz etmə qabiliyyəti, yəni hər hansısa bir əşyanın obyekti digəri ilə əvəz etmə qabiliyyətinə formalaşmasıdır. Uşaqlar real əşyaları, real hadisələri əvəzedicilərin köməyi ilə belə deyək də yaradırlarsa və yaxud da əyani məkan modelləri yaradırlarsa, bu uşaqlarda təxəyyülün formalaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə təxəyyülün qısa açar sözlərlə izahına baxsaq, tərifi nədir? Təxəyyülün keçmiş qavrayış materialları əsasında beyində yeni sürətlərin, yeni obrazların, yeni ideyaların yaradılması prosesidir təxəyyül. Təxəyyül uşağın hissi təcrübəsi ilə yanaşı, eyni zamanda yaradıcı təfəkkürünün də mühüm bir hissəsidir və uşağın əvvəlki dövrdə əldə etdiyi təcrübəni, məsələn, biliyini, bacarığını, vərdişini öz təxəyyül fəaliyyəti üçün bir material rolu oynayır onun təxəyyülündə. Təxəyyül nədir? Yaratmaqdır, qurmaqdır. Təxəyyül kreativlik səriştəsidir. Məsələn, uşaqda deyək ki, adi bir nağıl danışırıq və nağılı yarıda kəsib, yarıdan sonrasını uşağın davam etməsini istəyirik. Nağılı uşağın öz təxəyyülünə uyğun sonlandırmasını istəyiriksə, bu nədir? Təxəyyüldür. Uşaqdan qeyri-adi nə isə düzəltməsini istəyirik. Məsələn, deyirik ki, uşağa deyirik ki, elə bir plastilindən elə bir heyvan düzəlt ki, məsələn, o heyvan mövcud deyil də, uşağın bu heyvanı yaratması özü nədir? Təxəyyüldür və yaxud da rəsm çəkərkən qeyri-adi rəsm çəkmək, olmayan bir şeyləri, real olmayan bir şeyləri öz təxəyyülündə canlandırıb yaratması nədir? Deməli, təxəyyül psixi prosesidir. 3 yaşdan artıq ilk təzahürləri görünməyə başlayır. Bayaq da dediyim kimi, artıq psixoloqların fikrincə həyatın 3-cü ilindən başlayaraq uşaqda təxəyyül formalaşmağa başlayır, təxəyyülün sürətləri formalaşmağa başlayır. Təbii ki, ilk əvvəl biraz kasıb olur, səthi məzmuna malik olur, amma sonradan artıq təxəyyül getdikcə uşaqlarda inkişaf edir. İnkişafının əsas yolu, yəni təxəyyülün inkişafının əsas yolu dediyimiz kimi əvəz etmədir, bir də əyani modelləşdirmədir. Əvəz etmə nədir? Bayaq da demişdik, bir əşyanın digərinin yerinə şərti simvol kimi işlədilməsidir. Bu əvəz etmədir və insan ağlının ümumiyyətlə fundamental xüsusiyyətidir əvəz etmə. Bu da gələcəkdə elm, incəsənət sahəsində simvol və işarələrlə işləməyin əsasını qoyur. Sonra isə əyani modelləşdirmədir. Əyani modelləşdirmə nədir? Müxtəlif əqli məsələlərin həllində real əşya, hadisələrin şərti əvəz edicilərini tapmaq və onu əyani məkan modelləri yaratmaq bacarığı. Bunların hər biri əvəz etmə qabiliyyəti, əyani modelləşdirmə, təxəyyülün inkişafında mühüm rol oynayır. Ümumiyyətlə, Piagetə görə insanda bu fundamental əvəz etmə qabiliyyəti məhz elə 3 yaşın hüdudlarında üzə çıxmağa başlayır. Bayaq da dediyimiz kimi 3 yaşdan artıq uşaqlarda təxəyyül formalaşmağa başlayır. Aha, deməli indi isə gəldik təfəkkürə. Təfəkkür nədir? Təfəkkür insanın ətraf aləmi dərk etmə, anlayışlara, əlaqələrə və ümumiləşdirmələrə əsaslanaraq yeni biliklər əldə etməsi olan psixi prosesdir. Təfəkkür nədir? Anlama. Təfəkkürün vasitəsilə informasiyanı dərk edir insan, onun mənasını anlayır, mənası insan tərəfindən, uşaq tərəfindən anlaşılır. Əlaqələndirmə, hadisələr, obyektlər arasında əlaqələr qururlar, onları müqayisə etmək, onları təhlil etmək, ümumiləşdirmələr aparmaq, qruplaşdırmalar aparmaq, bunlar hamısı nədir? Təfəkkür. Yəni biz bu sözləri özümüz üçün mütləq şəkildə açar sözlər olaraq qeyd edək. Deməli nələrdir? Ümumiləşdirmədir, sistemləşdirmədir, qruplaşdırmadır, təhlil etmədir, analiz etmədir, müqayisə etmədir. Bax, bu kimi hər hansısa bir sözlər görürüksə, bilirik ki, söhbət təfəkkürdən gedir, təfəkkür psixi prosesindən gedir. Həll etmədə problemləri yeni yanaşmalar tapılır, çətinliklər aradan qaldırılır. Bu nədir? Təfəkkürdür. Təbii ki, insan təfəkkürün sayəsində təfəkkür yeni ideyaların yaradılmasına, yaradıcı həllərinin tapılmasına kömək edən bir psixi prosesdir. Deməli, təfəkkür insanın ətraf aləmi anlaması, dərk etməsi, analiz etməsi, onu izah etməsidir. Ümumiyyətlə təfəkkür
Təfəkkürün üç növü var. Təfəkkürün üç növü var. Əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür və əyani məntiqi sözlü təfəkkür daha doğrusu. Təbii ki, ilk öncə kiçik yaşlardan uşaqlarda əyani əməli təfəkkür formalaşır. Yəni əməli təfəkkür olur. Əyani əməli təfəkkür getdikcə öz yerini əyani obrazlı təfəkkürə verir. 6 yaşında isə artıq uşaqlarda sözlü məntiqi təfəkkür intensiv şəkildə inkişaf etməyə başlayır. İlk öncə sizə təfəkkürün növləri haqqında izah verim. Yəni əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür və məntiqi sözlü təfəkkür haqqında. Əyani əməli təfəkkür nədir? Bu təfəkkürün ilkin və ən sadə formasıdır ki, əsasən 0-3 yaşa əhatə edir. Mahiyyəti nədir? Düşüncə birbaşa hərəkətlə bağlıdır. Uşaq hər hansısa bir problemi əşyaya toxunaraq həll edir. Yəni beynində quraraq nə isə edə bilmir. Biz buna sınama yanılma metodu da deyirik ki, uşaq məsələn deyir ki, uşaq adi deyir ki, piramidaları yığır. Başqa bir misal çəkin, bura aid olmayan bir misal çəkin. Yəni kiçik yaşlı uşaqlarda görmüşük ki, piramidalar olur, yəni halqalar olur, kiçikdən böyükdən kiçiyə doğru gedən. Uşaq neynir? Onu beynində düzüb qoşmur, düzdürmü? Neynir? Bir-bir onu keçirməyə çalışır. Görür, girmir, təzədən çıxarır, o birisini keçirir. Görür, o da girmirsə təzədən söküb o birisini keçirdir. Bu nədir? Əyani əməli təfəkkürdür. Çünki uşaq beynində qurub hesabını aparıb o forma ilə yığmır. Yəni sınaq səhv üsulu ilə hərəkət edir. Yəni əşyaya toxunaraq, problemi yalnız əşyaya toxunaraq, sınama yanılma üsulu ilə həll eləməyə çalışır. Yəni fikirlə hərəkət üst-üstə düşür uşaqda. Əvvəlcə düşünüb sonra etmir. Yəni edə-edə düşünür. Düzdürmü? Bu nədir? Edə-edə düşünmək nədir? Yəni əməli təfəkkürdür. Burada və indi prinsipi burada işə yarayır ki, yəni indi hal-hazırda edə-edə düşünür. Etməmişdən əvvəl düşünüb edə bilmir. Bu nədir? Yəni əməli təfəkkürdür və çox vaxtda dedik 0-3 yaşa əhatə eləyir. Daha sonra isə uşaqlarda əyani obrazlı təfəkkür formalaşmağa başlayır. Əyani obrazlı təfəkkür isə 3-6 yaşa əhatə eləyir. Bu məktəbəqədər yaş dövrünün əsas təfəkkür növündən biridir ki, mahiyyəti nədir? Uşaq artıq əşyanı hərəkət etdirmədən öncə onun obrazını beynində canlandıraraq qərar verməyə başlayır. Məsələn, təsəvvürlərə əsaslanır. Məsələn, uşaq deyir ki, 5 alma var idi, ikisi yeyildi dedikdə o gözünün önünə almaları gətirərək cavab verir və zahiri əlamətlərinə görə əlamətlərə daha çox önəm verir bu yaşda. Məntiq hələ tam deyil, amma vizual görüntü uşaq üçün önəmlidir və beynində qura bilir. Əyani əməli təfəkkürdə o heç vaxt məsələn 5 alma var idi, ikisi yeyildi deyəndə onu beynində canlandıra bilmir. Amma əyani obrazlı təfəkkürdə onu beynində canlandıra bilir. Artıq əyani obrazlı təfəkkürlərdə uşaq əşyaya mütləq şəkildə toxunmaq məcburiyyətində deyil. Onun vizual obrazını zehnində canlandırır, zehnində müqayisə edir, təhlil yolunu gözünün qarşısına gətirir. Bu nədir? Əyani obrazlı təfəkkürdür. Məsələn, deyək ki, uşaq da 4-5 yaşında uşaq deyək, adi konstruktorları yığır. Çox vaxt görmüşük konstruktor oyuncaqlar, konstruktorlarla ev düzəldir. Uşaq detallara toxunmazdan əvvəl onlara baxır, beynində canlandırır ki, məsələn, nəyin üstünə keçirsəm evi düzəltmək olur. Məsələn, düzdürmü? Hətta onlarda nitq deyirdik ki, şəxsi nitq var idi ki, özünün idarə edici, tənzim edici funksiyası var idi ki, öz-özünə danışaraq, məsələn, qırmızı deyir, kərpicləri məsələn üstə qoymalıyam, maviləri aşağı qoymalıyam. Məsələn, bu kərpicləri yuxarı qoymalıyam ki, evin damını yaradım, düzdürmü? Bu obrazları beynində canlandıraraq artıq o konstruktorları yığa bilir. Deməli, bu nədir? Əyani obrazlı təfəkkürdür. Amma əyani əməli təfəkkürdə olsaydı, uşaq nə edəcəkdi? O konstruktorları, yəni yığa-yığa ancaq fikirləşə biləcəkdi. Onu düşünə bilməyəcəkdi ki, bunu bura qoysam, onu ora qoysam necə olacaq, nə yaranacaq? Bunu hələ uşaq bilməyəcəkdi. Təfəkkürün digər növü isə məntiqi sözlü təfəkkürdür. Mücərrəd təfəkkürdə deyirik biz buna. 6 yaşdan sonra uşaqlarda formalaşmağa başlayır. Burada anlayışlardır, rəmzlərdir, qaydalardır, qaydalarla düşünmədir. Təfəkkürün ən ali formasıdır. Dediyim kimi 6 yaşdan sonra uşaqlarda formalaşmağa başlayır. Artıq əşyaya və yaxud da onun şəklinə ehtiyac qalmır. Düşüncə önəmlidir, burada sözlər önəmlidir, qaydalar, anlayışlar önəmlidir burada. Artıq uşaqlar məntiqi sözlü təfəkkürdə mücərrəd anlayışlarla işləmək bacarığı uşaqlarda formalaşır. Uşaq ümumiləşdirmələr apara bilir, məntiqi nəticələr çıxara bilir. Xüsusiyyətləri nədir? Hadisələrin mahiyyətini anlaya bilirlər, səbəb-nəticə əlaqələrini dərk edə bilirlər. Məsələn, uşaqlar dərk edə bilirlər ki, əgər bu gün hava buludludursa, deməli yağış yağacaq. Bu şəkildə məntiqi təfəkkür irəli sürə bilirlər. Bu nədir? Məntiqi sözlü təfəkkür. Artıq dediyim kimi əşyanın formasına və yaxud da özünə ehtiyac qalmır. Həll prosesi tamamilə sözlərdir, tamamilə anlayışlardır, düsturlardır, məntiqi mühakimələrdir ki, bunların vasitəsilə həyata keçirilir. Məsələn, bayaq dediyimiz o konstruktor üzrə məntiqi sözlüdə də əgər izah gətirsək, artıq uşaq konstruktorun layihəsini qurmağa tapşıranda o neyinir? Vizual görünüşə deyil, sxemə, məntiqi ardıcıllığa
yumşaqlığa əsaslanaraq bunu qoya bilir. Məsələn, ağır böyük blokları bilir ki, təməldə qoymalıdır, sonra ondan yüngül olanları onun üstünə qoymalıdır. Onun orada dayanması üçün dayaq sahəsi qoymalıdır. Konstruktorun dayanıqlığını artırmaq üçün nələr etməlidir? Bunların hamısını nə edir? Sistemli şəkildə beynində qurur. Deməli, əyani əməli təfəkkür nədir? Əşya ilə fiziki toxunuşdur, hərəkətdir. Əyani obrazda təfəkkür nədir? Zehində canlandırmadır, vizual obrazlardır. Sözlü məntiqi təfəkkür isə nədir? Anlayışlardır, rəmzlərdir, məntiqlərdir, disturlardır. Əyani əməli təfəkkürdə toxunub, yoxlayıb tapıram. Əyani obrazlı təfəkkürdə gözümün qabağına gətirirəm, gətirib tapıram. Məntiqi sözlü təfəkkürdə isə qaydasını və səbəbini mühakimə edib tapıram. Bu isə məntiqi sözlü təfəkkürdür. İndi isə müəllimələr burada keçdik. Bunların da izahını verim sizə. Ki təfəkkürün ümumiyyətlə belə deyək də inkişaf səviyyəsi məktəbəqədər yaşlıların ümumiyyətlə məktəbəqədər yaşlı təfəkkürün səviyyəsi 4 əsas qrupa ayrılır ki, ümumiyyətlə eksperimentlər göstərmişdi ki, 4 əsas qrupa ayrılır. Birinci qrup, ikinci, üçüncü və dördüncü qruplara ayırırıq biz bunu. Birinci qrup etalona qədərki mərhələyə aid edilənlərdir. Dediyim kimi burada məktəbəqədər yaşlı uşaqlarda təfəkkür əməliyyatlarının inkişaf səviyyəsini müəyyən etmək üçün eksperimentlər aparıblar və bu eksperimentlərin nəticəsində təfəkkür əməliyyatlarının formalaşması səviyyəsinə görə psixoloqlar uşaqları 4 əsas qrupa ayırıblar ki, bu qruplar hansılardır? Birinci qrup etalona qədərki mərhələyə aid edilənlərdir. Etalona qədərki mərhələyə aid edilən uşaqlar, məsələn, bu uşaqlar etalona uyğun təsvir edilmiş əşyaların formaca oxşarlığına baxmırlar. İkinci dərəcəli əlamətlərinə baxırlar əşyanın. Məsələn, məzmunu oxşarlığına istinad edirlər. Bunu sözlərlə izah edim sizə. Məsələn, belə deyək də, əşyanın vizual formasına deyil, məsələn, geometrik oxşarlığına baxmırlar da. Məsələn, geometrik üçbucaq, dördbucaq kimi oxşarlığına baxmırlar, ona fikir vermirlər. Əşyaları mənasına, məzmununa və yaxud ikinci dərəcəli əlamətinə görə qruplaşdırırlar. Məsələn, uşaq deyir, belə deyək də, belə izah edək də, bunu situasiya ilə izah edeyim ki, daha aydın olsun. Üçbucağa oxşayan bir piramida veririk uşağa və yaxud da, nə bilim, bir dam şəkili göstərir ki, onu seçməyi, onu seçmək əvəzinə uşaq nə edir? Masada bir çörək dilimi görür. Məsələn, deyək ki, çörək dilimi görür və onu götürür. Uşağa deyəndə ki, necə bunu götürürsən də, məsələn, çörək dilimini götürsən, axı orada məsələn biz ona üçbucağa oxşayan əşya götürməsini istəmişik. Orada piramida da var, məsələn, dam var, evin damı var. Düzdür, uşaq gedib çörək dilimini götürürsə, seçimini belə əsaslandıra bilir ki, çünki deyir üçbucaq bərkdir, çörəyin qabığı da bərkdir, deyir, sərtdir və yaxud da deyir ki, nənəm deyir, piroqu da belə kəsir, üçbucaq şəklində kəsir. Məsələn, tortu da deyir, üçbucaq şəklində kəsir, deyir. Artıq görürsüz, uşaq formaya baxmır, məzmuna baxır. Özü üçün tapdığı ikinci dərəcəli əlamətə baxaraq qərar verir. Bu nədir? Birinci qrup uşaqlardır ki, bu etalona qədərki mərhələyə aid edilən uşaqlardır. İkinci qrup uşaqlarsa sinekretik təfəkkür yönümlü uşaqlardır. Sinekretik nədir? Bitişik təfəkkür yönümlü uşaqdır. Burada uşaqlar əşyanın digər mühüm xarakterik cəhətlərinə istinad etmədən bir əlaməti əsas götürməkdən yanlış nəticəyə gəlirlər. Bax, məsələn, deyək ki, adi, əşyanın digər vacib xüsusiyyətləri qalır bir kənarda, onlara baxmadan gözünə dəyən təsadüfi, məsələn, təsadüfi şəkildə hər hansısa bir şey dəydisə gözünə, bir əlamət dəydisə gözünə, səhv olaraq nəticə çıxarırlar da, ona baxıb səhv olaraq nəticə çıxarırlar. Məsələn, deyək ki, adi, uşağa deyirik ki, bayaq dediyimiz kimi üçbucağı tap. Məsələn, bir dənə də üçbucaq şəklində kəsilmiş pendir göstərək ki, uşağa pendir göstərək. Uşağa deyirik ki, deyəndə ki, məsələn, bu pendir dilimini üçbucağa oxşayır. Amma məsələn, uşaq nə edir? Pendirin üstündə belə deyək, dairələr görür də, dairə olur və yaxud da nəsə xallar olur. Uşaq onu görəndə deyir ki, yox, deyir, bu pendirə, bu üçbucağa oxşamır, deyir. Bu, məsələn, nə deyək, ona dairələrə, dəliklərə süzgəcə oxşayır. Deyir ki, bu deyir, pendirə oxşamır, bu süzgəcə oxşayır. Çünki deyir, onun deşikləri var orada. Görürsüz, başqa bir kənar əlaməti üstün tutur. Əsas əlaməti amma unudur. Başqa bir əlaməti üstün tutub yanlış mühakimə yürüdür və həqiqi formanı inkar edir. Deyir ki, yox, bu üçbucağa oxşamır, bu süzgəcə oxşayır. Deyir, çünki onun üstündə dəliklər var. Deyir, ona görə bu süzgəcə oxşayır. Bu qrup olan uşaqlara sinekretik, yəni bitişik təfəkkür yönümlü uşaqlar deyirlər ki, əşyanın mühüm xarakterik cəhəti qalır bir kənarda, onun başqa bir əlamətinə görə götürüb, başqa bir əlamətini götürüb yanlış nəticəyə gəlir bu uşaqlar. Üçüncü qrup uşaqlar isə obyektin mürəkkəbliyindən asılı olaraq qarışıq yönümlü uşaqlar adlanırlar. Bu nədir? Ümumi konturun daxilində yerləşən sadə obyekt və hadisələri uşaqlar səhvən lazım olan etalona aid edirlər. Məsələn, ayaqqabını ütüyə bənzədirlər deyək də, düzdürmü? Bunu necə izah edim sizə? Ayaqqabını ütüyə bənzədirlər. Məsələn, bax deyək ki, müəllim uşaqlara ütü şəkli göstərir, düzdürmü?
Ütü şəkli göstərəndə müəllim uşaqlara ütünün o ucu üçbucağa oxşayır axı, düzdürmü? O ütünün ucu üçbucağa oxşayır. Amma digər tərəfləri üçbucağa oxşamır da. İndi ütünü gətirək gözümüzün qabağına, digər konturları fərqlidir, düzdürmü? Üçbucağa oxşamır. Uşaq da baxır onu, deyir ki, ütünün o üçbucaq tərəfinə baxmır. Bütöv ütünü götürəndə deyir ki, o ayaqqabıya oxşayır. Məsələn, ütüyə yox, ayaqqabıya oxşayır, düzdürmü? Artıq burada da nə edirlər? Yəni bütöv obyektdə onun sadə hissələrini bir-birinə qatırlar. Məsələn, biz deyirik ki, ütünün ucu üçbucağa oxşayır, amma onu uşaq bütöv şəkildə götürüb ayaqqabıya bənzədir. Yəni qarışıq yönümlü uşaqlardır bunlar. Ümumi konturun daxilində yerləşən sadə obyekti və hissələri uşaqlar səhvən lazım olan etalona aid edə bilirlər. Digər dördüncü qrup uşaqlar isə adekvat yönümlü uşaqlardır. Onlar artıq əşyaların formasını etalonla müqayisə edərkən ümumi konturla ayrı-ayrı hissələrin qarşılıqlı münasibətlərinin təhlilinə xüsusi əhəmiyyət verirlər. Əşyanı etalonla səhvsiz olaraq qarşılaşdırırlar. Bu uşaqlarda artıq səhvlər nə olur? Səhvlər olmur da, demək olar ki, çox az olur. Məsələn, adi onlar hər bir şeyi açıq şəkildə məsələn izah edərək oxşada bilirlər. Ki, məsələn, biz üçbucaq şəklində pendiri göstərəndə onun üçbucağa oxşadığını deyirlər. Yəni həm məzmun cəhətdən və yaxud da hər hansısa bir xüsusiyyətinə görə qarışıq salmırlar, səhv salmırlar. Bu uşaqlarda səhvlər təsadüfən olur. Yəni əşyanı etalonla səhvsiz şəkildə qarşılaşdıra bilirlər. Məsələn, biz uşaqlara deyəndə ki, bu üçbucağa oxşayır və yaxud bu kvadratdır, bu dairədir, onu səhvsiz şəkildə oxşada bilirlər. Yəni başqa bir əlamətlər olsa da onda səhvsiz şəkildə etalonla onu qarşılaşdıra bilirlər. Bu isə deməli uşaqların bölündüyü təfəkkür səviyyələrinə görə uşaqların bölündüyü 4 qrupdur. Bunların da izahını verdim sizə. Burada da qısa olaraq da izahını vermişəm. Əslində burada diqqət yetirərsiniz. Deməli bu da oldu bizim təfəkkür psixi prosesimiz. Yəni təfəkkür nədir? Anlamadır. Belə deyək də, dərk etmədən sonra formalaşır, qavrayışdan sonra təfəkkür uşaqlarda artıq formalaşmağa başlayır ki, uşaqlar təfəkkürün sayəsində ümumiləşdirə bilirlər, qruplaşdıra bilirlər, fərqləndirməyi bacarırlar, analiz etməyi, təhlil etməyi, düzdürmü? Bunların hər birini təfəkkürün sayəsində bacarırlar. Anlayış, mühakimə, əqli nəticəyə gəlmək hər biri təfəkkürün sayəsində baş verir. Əşyanın mühüm xassələrini əks etdirən fikirlər səsləndirmək, anlayışlar arasında əlaqə yaradan belə deyək də fikirləri səsləndirmək, bir və yaxud da bir neçə anlayışı bir-biri ilə əlaqələndirib səbəb-nəticə əlaqələrini tapmaq. Məsələn, uşaq düşünür ki, indi yağış yağır, əgər çölə çıxsam islanacam, islanmamaq üçün nə etməliyəm, çətir götürməliyəm. Bunlar hamısı nədir? Təfəkkürün əsas belə deyək də xüsusiyyətləridir. Təfəkkürün ən əsas xüsusiyyətlərindən biridir. Yəni hamısını ümumiləşdirsək, ümumiyyətlə bütün insan psixikasını biz nə kimi düşünə bilərik? Bir saat mexanizmi kimi düşünə bilərik də. Yəni saatın işləməsi üçün onun içərisindəki hər bir mexanizm işləməlidir və insan psixikası da belə bir şeydir ki, məsələn, duyğu olmadan qavrayış olmaz, qavrayış olmadan hafizə olmaz, hafizə olmadan təfəkkür olmaz, emosiya və iradə olmadan yaradıcılıq olmaz. Yəni ona görə də biz tərbiyəçi müəllimlərin, ümumiyyətlə psixoloqların üzərinə düşən vəzifə də nədir? Bu prosesləri uşaqlarda bir-bir, tək-tək inkişaf etdirmək yox, bütöv, bir vahid şəklində, sistem şəklində inkişaf etdirməkdir. Çünki həqiqətən də bu proseslər hamısı bir-birinə bağlıdır. Bayaq da dediyim kimi hamısı bir-birinə bağlıdır və hamısı bir-birindən asılıdır.